Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəzər rayonu Qala GTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Azərqaz bu barədə məlumat yayıb. Məlumata görə qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Zaqatalada 30 yaşlı kişini maşın vurub. Hadisə axşam saat 21 radələrində Zaqatala şəhəri ərazisində baş verib. Piyada 95-ci il təvəllüdlü Zaqatala şəhər sakini Ramazan Seyfəddin oğlu Davudov hərəkətdə olan minik avtomobil tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramazan Davudov Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.